Yəqin ki, sosial şəbəkələrdə, statuslarda və ya maraqlı səhifələrdə Osho adlı bu şəxsin ibrətamiz sözlərinə, dərin fikirlərinə rast gəlmisiniz. O, ağsaqqallı, nurani simalı insan və onun insan ruhuna toxunan təsirli kəlamları milyonlarla insanın qəlbinə yol tapıb. Çoxumuz onu sadəcə bir filosof, bir sülh carçısı kimi tanıyırıq. Amma bu videoda görəcəkləriniz o nurani simanın arxasında gizlənən ağla sığmaz bir dünyanın qapılarını açacaq. Təsəvvür edin, Amerikanın kimsəsiz bir çölündə bir gecənin içində minlərlə insan peyda olur. Onlar sadəcə qırmızı geyinirlər, Rolls-Royce'lara sitayiş edirlər və özlərinə aid gizli bir imperiya qururlar. Bu sadəcə bir qəsəbənin qurulma hekayəsi deyil. Bu insan psixologiyasının ən qaranlıq künclərinə, müqəddəs hesab edilən bir yalanın doğurduğu terrora edilən bir səyahətdir. Necə olur ki, minlərlə müasir, təhsilli insan bir nəfərin sözlərinə inanaraq onu müqəddəs elan edir? Bu hansı daxili boşluqdur? İnsan psixologiyası niyə bir xilaskara bu qədər ehtiyac duyur? Tarix boyu ətrafına yüz minlərlə insanı toplayan liderlər çox olub. Amma Osho və onun Rajneeshpuram layihəsi bizə reallıq baxımından ən yaxın və ən sarsıdıcı olanıdır. Bu videoda insanların kütləvi şəkildə manipulyasiya edilməsinin gizli metodlarını, statuslarda gördüyünüz o müqəddəs sözlərin arxasında necə bir hərbi qüvvənin dayandığını və ABŞ tarixində ilk böyük bioloji terror hücumunun pərdə arxasını öyrənəcəksiniz. Öyrənəcəyiniz faktlar sizi o qədər təəccübləndirəcək ki, videonun sonunda özünüzə bu sual verəcəksiniz. Mən orada olsaydım, o kütləyə qoşulardımı? Hazırsınızsa, sülhün terrora çevrildiyi o nöqtəyə, Rajneeshpurama doğru yola çıxırıq. Başlamazdan əvvəl videonu bəyənib, kanala abunə olub, çəkilən əziyyətə dəstək olduğunuz üçün hər birinizə ayrılıqda təşəkkür edirəm. Hekayəmiz 1970-ci illərin Hindistanında başlayır. Puna şəhərində bir adam peyda olur. Bhagwan Shri Rajneesh. O klassik bir din xadimi deyildi. O fəlsəfə professoru idi. Zərif barmaqları, hipnotik baxışları və sanki qarşısındakı insanın ruhunu oxuyan səsi vardı. O dövrdə Qərb dünyası, Amerika və Avropa gəncliyi böyük bir boşluq içində idi. Müharibələr, kapitalizm və ruhsuz bir həyat tərzi insanları yormuşdu. Məhz bu anda Osho ortaya çıxdı. O digər liderlər kimi dünyadan əl çəkin demirdi. Əksinə, həm meditasiya edin, həm də həyatın ləzzətlərini dadın deyirdi. Bu, müasir insanın axtardığı ən böyük tələb idi. Osho'nun qurduğu dünya sadəcə bir ibadət yeri deyil, mənəvi bir inqilab mərkəzi idi. 1970-ci illərdə Hindistanın Puna şəhərindəki aşramına dünyanın hər yerindən 10 minlərlə insan axın edirdi. Amma gələnlər kimlər idi? Onlar cahil, savadsız və ya çarəsiz insanlar deyildilər. Əksinə, gələnlərin çoxu Hollywood ulduzları, varlı iş adamları, nüfuzlu vəkillər, həkimlər və Avropanın intellektual elitası idi. Bəs niyə? Niyə hər şeyə sahib olan bu insanlar rahat həyatlarını buraxıb Hindistanın tozlu yollarında bir adamın ətrafında toplanırdılar? Cavab insanın ən dərin ehtiyacında gizli idi. Osho digər din xadimləri kimi cənnət və ya cəhənnəm vəd etmirdi. O, insanlara deyirdi, olduğun kimi ol, günah yoxdur, sadəcə təcrübə var. O dövrün qatı xristiyan və ya İslam qaydalarından sıxılan qərb insanı üçün bu mənəvi azadlıq kimi səslənirdi. Osho Zorba de Buddha konsepsiyasını yaratmışdı. Bu o demək idi ki, sən həm həyatın maddi ləzzətlərini, pulu, əyləncəni, sevgini dadmalı idin, həm də daxili sükutu tapmalı idin. Bu, modern dəyişiklik fəlsəfəsi mənəviyyatla kapitalizmi bir araya gətirirdi. Aşramdakı həyat isə tam bir utopiya kimi görünürdü. Ora girən hər kəs bütün titullarını, soyadlarını kənara atırdı. Hamı bərabər idi, hamı qırmızı geyinirdi. Günlər dinamik meditasiya adlanan qəribə rituallarla başlayırdı. İnsanlar qışqırır, rəqs edir, bütün emosional yüklərini boşaldırdılar. Bu, bir növ kütləvi terapiya idi. İnsanlar orada illərdir tapa bilmədikləri sevinci, aidiyyət hissini tapırdılar. Psixoloji cəhətdən Osho möhtəşəm bir müşahidəçi idi. O bilirdi ki, müasir insan tənhadır. O bu insanlara nəhəng bir ailə verdi. Onların bütün qərarlarını öz üzərinə götürərək onları seçim etmək yükündən azad etdi. İnsan psixologiyasında buna məsuliyyətdən qaçış deyilir.
Bir liderə kör-körənə bağlanmaq əslində insanın öz həyatının ağırlığından qurtulmaq cəhdidir. Amma bu mənəvi cənnətin arxasında böyük bir iqtisadi maşın qurulmuşdu. Psixoloji cəhətdən Osho möhtəşəm bir müşahidəçi idi. O bilirdi ki, müasir insan tənhadır. O, bu insanlara nəhəng bir ailə verdi. Onların bütün qərarlarını öz üzərinə götürərək onları seçim etmək yükündən azad etdi. İnsan psixologiyasında buna məsuliyyətdən qaçış deyilir. Bir liderə kör-körənə bağlanmaq əslində insanın öz həyatının ağırlığından qurtulmaq cəhdidir. Amma bu mənəvi cənnətin arxasında böyük bir iqtisadi maşın qurulmuşdu. Sülh və meditasiya ilə başlayan bu hərəkat böyüdükcə daha çox yerə, daha çox gücə ehtiyac duymağa başladı. Artıq Puna onlara dar gəlirdi. Onlar artıq sadəcə mənəviyyat deyil, öz torpaqları olan bir imperiya arzulayırdılar və beləcə dünya mərkəzi olacaq Rajnishpuram planı doğdu və gələcəkdə baş verəcək hadisələrdən heç kimin xəbəri yox idi. Hər şey sadə və xoşbəxt görünürdü. Bəs bütün bu nəhəng mənəvi hərəkatı, gündən-günə böyüyən bu insan kütləsini Osho tək başına mı idarə edirdi? Əlbəttə ki, yox. Onun imperiyasının daxildən güclənməsində, fikirlərinin minlərlə insana bir qanun kimi çatdırılmasında çox zəki, bacarıqlı və sadiq bir qız dayanırdı. Sheila. Hindistanda da olan bu gənc qadın sadəcə bir mürid deyildi. O, Osho'nun zehni ilə dünyanın sərt reallığı arasındakı yeganə körpü, o sarsılmaz iradənin təmsilçisi idi. Sheila'nın yüksəlişi bir dram filmini xatırladır. O, Osho'nun sadəcə sevgisini deyil, həm də mütləq etibarını qazanmışdı. Digər müridlər meditasiya edib transa girərkən, Sheila gözlərini bir an belə qırpmadan hər şeyi planlayırdı. Osho 1980-ci illərin başında sükut orucuna başlayıb dünyadan təcrid olunanda, Sheila onun səsi, qulağı və yumruğu oldu. Artıq Peyğəmbər susurdu, amma onun adından Sheila əmr verirdi. Bu bir qadının mütləq hakimiyyətinin başlanğıcı idi. Sheila kommunikasiya üzrə dahi idi. O, mürəkkəb insan münasibətlərini və icmanın daxili nizamını bir saat mexanizmi kimi qururdu. O sadəcə bir idarəçi deyildi, o bir manipulyasiya ustası idi. İnsanları elə inandırırdı ki, onun ağzından çıxan hər bir söz əslində susan liderin ilahi iradəsini əks etdirirdi. Sheila Hindistanın o dar küçələrindəki məbədi bir güc mərkəzinə çevirərkən, həm də öz daxili ehtiraslarını bu hərəkata qatırdı. O, Osho üçün bir dünya qurmağa and içmişdi. Amma bu dünya tezliklə Hindistanın sərhədlərini aşacaq və hər kəsi şoka salacaq bir nöqtəyə gəlib çatacaqdı. Çünki Sheila'nın ağlındakı planlar Osho'nun fəlsəfəsindən daha cəsur və daha təhlükəli idi. 1981-ci ilin yazı Hindistandakı gərginlikdən və icmanın Hindistan dövləti ilə yaşadığı vergi problemlərindən uzaqlaşmaq və sükut içində olan liderlərinə yeni bir dünya qurmaq üçün Sheila hərəkətə keçir. O, Amerikanın Oregon ştatında kimsənin üzünə baxmadığı Big Muddy Ranch adlanan nəhəng və quraq bir ərazini 5,7 milyon dollara satın alır. Yerli Amerikalı fermerlər elə bilirdilər ki, bura bir neçə ailə gəlib təsərrüfatla məşğul olacaq. Amma onlar yanılırdılar. Çünki gələnlər bir ailə deyil, ruhani bir ordu idi. Bəs bu kiçik görünən icma 5,7 milyon dolları indiki məzənnə ilə desək 10 milyonlarla dolları necə əldə etmişdi? Necə oldu ki, Hindistandan gələn bir qrup insan Amerikanın ortasında nəhəng bir ərazi satın alıb imperiya qura bildi? Cavab Sheila'nın qurduğu sarsılmaz mənəvi vergi sistemində idi. Rajnishpurama gələn hər bir yeni mürid sadəcə ruhunu deyil, bank hesabını da gətirirdi. Sheila icmaya daxil olan varlı qərb intellektuallarına bir şərt qoymuşdu. Dünyəvi yüklərinizdən qurtulun. Bu o demək idi ki, müridlər Amerikadakı, Avropadakı evlərini satır, miras qalan var dövlətlərini və bütün yığımlarını icmanın fonduna bağışlayırdılar. Gələnlər arasında Hollywoodun tanınmış simaları, böyük şirkətlərin varisləri vardı. Onlar öz azadlıqlarını satın almaq üçün bütün mülklərini Sheila'nın masasına qoyurdular. Amma Sheila sadəcə bağışlanan pullarla kifayətlənmirdi. O, Rajnishpuramı dünyanın ən gəlirli holdinginə çevirmişdi.
Osho'nun kitabları, kasetləri və meditasiya mərkəzləri dünyanın dörd bir yanından icmaya dollar axını təmin edirdi. İcmadakı hər bir fərd həm də maaşsız bir işçi idi. Dünyanın ən savadlı mühəndisləri, memarları və həkimləri heç bir ödəniş almadan gündə 12-14 saat fəhlə kimi işləyirdilər. Bu, kapitalizmin heç vaxt bacara bilməyəcəyi bir model idi. Sədaqətlə işləyən pulsuz işçi qüvvəsi və könüllü verilən milyonlar. Şila bu maliyyə dənizini elə ustalıqla idarə edirdi ki, qısa müddətdə Rajnishpuram sadəcə bir kənd deyil, Amerikanın ən zəngin korporasiyalarından birinə çevrildi. 5,7 milyon dollar sadəcə başlanğıc idi. Şilanın hədəfləri və büdcəsi artıq sərhəd tanımırdı. Beləliklə, Şilanın rəhbərliyi altında qeyri-adi bir proses başlayır. Bu insanlar sadəcə meditasiya etmirdilər, onlar bir şəhəri yoxdan var edirdilər. Cəmi bir neçə ayın içində o kimsəsiz çöldə müasir bir möcüzə yarandı. Rajnishpuram. Onlar sadəcə evlər tikmədilər, nəhəng su anbarları, öz elektrik stansiyaları, uçsuz-bucaqsız əkin sahələri, minlərlə insana xidmət edən restoranlar və hətta öz hava limanlarını qurdular. Şila bir ordu generalı kimi hər kəsi hərəkətə gətirmişdi. O, günlərlə yatmır, hər bir tikintini, hər bir maliyyə sənədini şəxsən yoxlayırdı. Onun qurduğu kommunikasiya şəbəkəsi sayəsində dünyanın hər yerindən 10 minlərlə mürid bura axın etməyə başladı. Gələnlər sadəcə çantalarını deyil, bütün həyatlarını və mülklərini gətirirdilər. Bu vaxt Osho hələ də susurdu, amma onun bu sükutu bir marketinq dühasına çevrilmişdi. Onun kitabları yüz minlərlə nüsxədə çap olunub dünyaya yayılırdı. Bu kitablar mənəvi acılıq çəkən varlıq qərb insanını maqnit kimi Rajnishpurama çəkirdi. Artıq bura sadəcə bir ferma deyil, dünyanın hər yerindən gələn ən intellektual insanların, mühəndislərin, vəkillərin, sənətçilərin qurduğu bir modern utopiya idi. İcma daxilində tam bir xoşbəxtlik hökm sürürdü. İnsanlar gülür, rəqs edir və illərdə axtardıqları o aidiyyat hissini burada tapırdılar. Onlar üçün kənar dünya artıq yox idi. Yalnız bu qırmızı cənnət və onun susan, lakin hər gün Rolls-Royce ilə müridlərini salamlayan tanrısı var idi. Şila bu ərəfədə bir möcüzə reallaşdırmışdı. O, sükut içindəki bir filosofu dünyanın ən varlı və ən sürətlə böyüyən təşkilatının başına keçirmişdi. Amma bu möhtəşəm böyümənin bir bədəli vardı. Qəsəbənin sərhədləri aşılarkən yerli Oregon sakinləri öz qapılarının ağzında böyüyən bu yadelli imperiyanı qorxu ilə izləyirdilər. Bu xoşbəxt senarinin arxasında Şilanın gözlərində başqa bir qığılcım yanmağa başlamışdı. Qorumaq və hakim olmaq ehtirası. Cənnətin divarları ucaldıqca xaricdəki dünya ilə toqquşmaq qaçılmaz olurdu və Şila o divarları qan bahasına olsa da qorumağa hazır idi. Rajnishpuram artıq sadəcə bir ferma deyildi. O, Amerikanın ortasında yad bir orqan kimi böyüyən müstəqil bir dövlət idi. Amma bu nəhəng yüksəliş çox keçmədən ABŞ hökumətinin və yerli sakinlərin qırmızı həyəcan siqnalının basmasına səbəb oldu. Yerli Antilop qəsəbəsinin yaşlı sakinləri bu yadelliləri qovmaq üçün hüquqi yollara əl atdılar. Onlar elə bilirdilər ki, qanunlar onları qoruyacaq. Amma Şilanın qanunlardan daha təsirli bir silahı vardı: demokratiya. Dövlət icmaya müdaxilə etməkdə çətinlik çəkirdi. Çünki Rajnishpuram bütün hüquqi boşluqları dahiyanə şəkildə doldurmuşdu. Onlar öz polislərini, öz məhkəmələrini yaratmışdılar. Lakin əsl müharibə yerli idarəetmə seçkiləri zamanı başladı. Şila qəsəbənin siyasi nəzarətini tamamilə ələ keçirmək üçün ağlasığmaz bir plan hazırladı. Bir gün səhər Amerikanın ən böyük şəhərlərinin küçələrində yüzlərlə Rajnish avtobusu peyda oldu. Onlar minlərlə evsizi, küçələrdə yatan tənha insanları toplayıb Rajnishpurama gətirirdilər. Onlara nə vəd edilmişdi? İsti yemək, təmiz yataq, sağlam həyat və mənəvi rahatlıq. İlk baxışda bu, tarixin ən böyük xeyriyyəçilik aksiyası kimi görünürdü. Minlərlə evsiz insan bir gecədə cənnətə düşmüşdü. Onlara iş verildi. Təsərrüfatda, tikintidə çalışaraq həm icmaya xeyir verir, həm də həyatlarında ilk dəfə özlərini dəyərli hiss edirdilər. Şəhərdə bayram ab-havası vardı.
Amma bu humanitar maskanın altında Şilanın qaranlıq bir hesabı gizlənirdi. Səs çoxluğu. Gətirilən bu minlərlə insan seçici kimi qeydiyyata alındı. Bölgənin bələdiyyə seçkilərində Rajnişpuram icmasının da namizədi qeydiyyatdan keçmişdi. Şilanın məqsədi sadə idi. Antilop və Vasko dairəsində seçkiləri udmaq və bütün bölgəni Oşo imperiyasının bir parçasına çevirmək. Hökumət bu hiləni anlayanda artıq gec idi. Küçələrdə toplanan o kimsəsizlər artıq Şilanın siyasi ordusuna çevrilmişdi. Lakin hər şey Şilanın planlaşdırdığı kimi getməyəcəkdi. Evsizlərin arasında yaranan narazılıqlar və yerli əhalinin nifrəti sülh dolu bu kampı bir barıt çəlləyinə çevirdi. İdarəetməni ələ keçirmək ehtirası Şilanı elə bir həddə çatdırdı ki, o artıq sadəcə avtobuslarla deyil, bioloji silahlarla hücum etməyi düşünməyə başlamışdı. Utopiyanın divarları arasında qan qoxusu duyulurdu. 1984-cü ilin payızı Rajnişpuramın divarları daxilində Şila artıq küncə sıxılmışdı. Gətirdiyi evsizlərin səs verməsinə dövlət tərəfindən qadağa qoyulmuşdu. Amma Şila məğlubiyyəti qəbul edən qadın deyildi. Əgər rəqiblərin səs verməsini qanunla dayandıra bilmirdisə, onları fiziki olaraq dayandıracaqdı. Beləcə, insanlıq tarixinə qara hərflərlə yazılacaq o şeytani plan doğuldu. Sakitləşdirmə əməliyyatı. İcmanın gizli laboratoriyalarında çalışan mütəxəssislər Şilanın əmri ilə salmonella bakteriyası yetişdirməyə başladılar. Plan qorxunc dərəcədə sadə idi. Seçki günü yerli əhalini evdən çıxa bilməyəcək qədər xəstələndirmək. Bir gecə Şilanın vuran qolu sayılan gizli komandası qonşu qəsəbədəki 10 fərqli restorana daxil oldu. Onlar əllərindəki o qanlı flakonları insanların hər gün yediyi salat barlarına, souslara, qablara gizlicə boşaltdılar. Nəticə dəhşətli idi. Cəmi bir neçə saatın içində 751 nəfər ağır zəhərlənmə ilə xəstəxanalara axışdı. İçərilərində körpələr, yaşlılar və hamilə qadınlar vardı. Bu, ABŞ torpaqlarında törədilmiş ilk və ən böyük kütləvi bioloji terror hücumu idi. Şəhərdə panika hökm sürürdü. Kimsə bu qəfil xəstəliyin səbəbini anlaya bilmirdi. Amma Şila bununla da dayanmadı. Onun hədəf siyahısında artıq prokurorlar, vəkillər və hətta Oşonun özünə yaxın olan bəzi rəqib müridlər də vardı. Utopiya tam bir polis dövlətinə çevrilmişdi. Hər kəs izlənilir, hər kəs dinlənilirdi. Şilanın hakimiyyət ehtirası, sülh və sevgi vədini qanlı bir laboratoriya təcrübəsinə qurban vermişdi. Lakin bu amansız addım həm də sonun başlanğıcı idi. Çünki törədilən bu cinayətin qoxusu tezliklə Federal Təhqiqat Bürosunun burnuna çatacaqdı. Artıq geri dönüş yox idi. Rajnişpuram bir meditasiya mərkəzi deyil, Amerikanın ortasında ağır silahlarla təchiz olunmuş bir qalaya çevrilmişdi. Şila hər yerdə düşmən görürdü. O təkcə xarici dünyanı deyil, həm də icmanın daxilini dinləməyə başlamışdı. Oşonun otağı da daxil olmaqla hər evdə, hər küncdə gizli mikrofonlar quraşdırılmışdı. Amma ən böyük gərginlik elə imperiyanın mərkəzində Oşo və Şila arasında yaşanırdı. Şila imperiyanı qorumaq üçün hər kəsi, hətta ən yaxın müridləri belə izləyirdi. Lakin onun ən böyük sirri mütləq hakimiyyətini borclu olduğu o şəxsə, Oşoya qarşı qurduğu tələ idi. Şila liderinin otağına gizli dinləmə cihazları yerləşdirmişdi. O, Tanrı dediyi adamın hər nəfəsini, hər pıçıltısını eşitmək istəyirdi. Şila bu gizli dinləmələr zamanı sarsıdıcı məlumatlar aşkar etdi. İddialara görə o, Oşonun otağında aparılan söhbətlərdə liderinin ağır narkotik asıllığından, xaotik istəklərindən və hətta icmanı kütləvi bir fəlakətə, bəlkə də bir intihara sürükləmək planlarından xəbər tutmuşdu. Şila üçün Oşo artıq o nurani müdrik deyildi. O, idarə olunmaz, hər an partlaya biləcək bir bombaya çevrilmişdi. Şila sonralar iddia edəcəkdi ki, onun tanrı hesab etdiyi adam artıq tanınmaz hala düşmüşdü. Onun iddiasına görə Oşo ağır dozada valium və digər narkotik tərkibli dərmanlardan asılı vəziyyətə düşmüşdü. Hətta Şila daha da irəli gedərək Oşonun intihar meyilli olduğunu və icmanı özü ilə bərabər uçuruma aparmaq istədiyini deyirdi. Bəs bu nə dərəcədə doğru idi? Yoxsa bu Şilanın öz amansız hərəkətlərinə qazandırdığı bir bəraət idi?
Bu həqiqətlərlə üzləşən Şila son bir cəhd edərək Osho ilə üz-üzə gəldi. Amma bu artıq iki mürid və ustadın söhbəti deyil, iki qüdrətli diktatorun toqquşması idi. Şila ona həqiqətləri bildiyini, icmanın uçuruma getdiyini desə də, qarşısında sükutunu qoruyan, amma gözləri ilə hədələyən bir div tapdı. Osho'nun ətrafındakı yeni məsləhətçilər artıq Şilanı oyundan kənarlaşdırmaq üçün planlar qururdu. 1985-ci ilin sentyabrında Şila bir gecənin içində imperiyanı tərk etdi. O, milyonlarla dolları götürüb Avropaya qaçdı. Amma bu sadəcə bir gediş deyil, bir ifşa kampaniyasının başlanğıcı idi. Şila getdikdən sonra Osho sükutunu pozdu. O, kameralar qarşısında öz sağ əlini fahişəlikdə, oğurluqda və kütləvi zəhərlənmələrdə ittiham etdi. Osho bütün cinayətləri Şilanın üstünə yıxaraq özünü təmizə çıxarmağa çalışırdı. Şila isə özünə belə haqq qazandırırdı. Mən onu qorumaq üçün hər şeyi etdim, amma o sadəcə Rolls-Royce'lar və dərmanlar istəyən bir narsistə çevrildi. Bu, tarixin ən böyük xəyanət hekayəsi idi. Şila qaçdıqdan sonra Qırmızı İmperiya sanki beynini itirmiş bir orqanizm kimi çırpınmağa başladı. Osho sükutunu pozub bütün günahları Şilanın boynuna yıxsa da artıq çox gec idi. Dövlət mexanizmi hərəkətə keçmişdi. Federal büro agentləri Rajnishpurama daxil olanda gördükləri mənzərə qarşısında donub qaldılar. Bura bir meditasiya mərkəzi deyil, bir polis dövləti idi. Axtarışlar zamanı yerin altında gizli laboratoriyalar, minlərlə AK-47 markalı avtomat pulemyotlar və hətta zirehli maşınlar tapıldı. Amma ən dəhşətlisi o idi ki, şəhərin demək olar ki, hər bir otağı, hər bir yataq otağı və hətta Osho'nun şəxsi iqamətgahı belə ən müasir casus texnologiyası ilə dinlənilirdi. İnsanlar sülh axtarışı ilə gəldikləri bu yerdə hər addımlarının izləndiyi bir həbsxanada yaşayırdılar. 1985-ci il 28 oktyabr Osho vəziyyətin kritik olduğunu anlayaraq şəxsi təyyarəsi ilə ölkədən qaçmağa çalışdı. Lakin Şimali Karolina ştatında təyyarə eniş edərkən federal agentlər onu qandalladılar. Dünyanın ən müdrik adamı artıq bir cinayətkar kimi hakim qarşısında idi. Uzun sürən məhkəmə çəkişmələrindən sonra bir razılaşma əldə olundu. Osho vizasındakı qanunsuzluqları etiraf edəcək və ABŞ-ni dərhal tərk edəcəkdi. Beləcə, Rolls-Royce'lar imperiyası rəsmən dağıldı. O, Hindistana, hər şeyin başladığı yerə geri döndü və 1990-cı ildə 58 yaşında orada vəfat etdi. Bəs bu qanlı hadisələrin əsas memarı Osho'nun sağ əli Şilaya nə oldu? O ədalətdən qaçıb xilas ola bildimi? Şila 1985-ci ildə Almaniyada yaxalandı və ABŞ-yə ekstradisiya edildi. O, kütləvi zəhərlənmə, sui-qəsd cəhdi, qanunsuz dinləmələr və immiqrasiya fırıldaqçılığı daxil olmaqla bir çox ağır cinayətdə ittiham olundu. Məhkəmə ona 20 il həbs cəzası kəsdi. Lakin cəmi 29 ay həbsdə qaldıqdan sonra nümunəvi davranışı səbəbindən azadlığa buraxıldı. Amma hekayə burada bitmir. Bugün Şila yaşayır və tamamilə fərqli bir insandır. O, İsveçrədə yaşayır və hazırda 70-dən çox yaşı var. Ən maraqlısı isə budur ki, o zamanlar minlərlə gənci bir ordu kimi idarə edən, imperiyalar quran bir qadın indi İsveçrədə əqli qüsurlu və yaşlı insanlar üçün kiçik bir baxım evi idarə edir. O vaxtilə dünyanı sarsıdan o hərbi nizamı indi kimsəsiz qocalara sevgi və qulluq göstərmək üçün istifadə edir. Müsahibələrində hələ də Osho'nu sevdiyini, amma Rajnishpuramın bir yuxu olduğunu deyir. O artıq heç kimi zəhərləmir, heç kimi dinləmir. O sadəcə Şila olaraq qalmağa çalışır. Bu tarixin ən böyük ironiyasıdır. Bir vaxtlar minlərlə insanı zəhərləyib şəhərləri ələ keçirməyə çalışan qadın indi tənha insanların son anlarında onlara yardım etməyə və keçmişlərinin günahlarını yumağa çalışır. Yoxsa sadəcə yeni bir rol oynayır. Buna qərar vermək sizin ixtiyarınızdadır. Bugün Osho'nun kitabları hələ də dünyanın dörd bir yanında milyonlarla satılır. İnsanlar hələ də onun dərin fəlsəfəsində, meditasiya texnikalarında və həyata baxışında mənəvi rahatlıq tapırlar. Və bu bir həqiqətdir. Osho
həqiqətən də insan psixologiyasını dərindən bilən, kütlələrə müsbət enerji və mənəvi zənginlik bəxş edən nadir bir zəka idi. Bəs onda hər şey niyə belə qanlı bitdi? Məsələ Oshoda deyil, bəlkə də bizim insanların əbədi ehtiyacındadır. Tarixin bütün dövrlərində qədim Misir kahinlərindən tutmuş orta əsr peyğəmbərlərinə qədər insanlar həmişə özlərindən daha böyük bir gücə, bir xilaskara ehtiyac duyublar. Bu, insan psixologiyasının ən dərin və ən həssas nöqtəsidir. Məsuliyyəti bir başqasının üzərinə atıb rahatlamaq ehtiyacı. İnsan mövcud vəziyyətdən, gündəlik həyatın ağırlığından və ruhundakı o böyük boşluqdan bezəndə ona mənəvi doluluq vəd edən ilk kimsəni müqəddəsləşdirir. Biz kimisə normadan artıq böyüdəndə, ona qeyri-adi güclər yükləyəndə əslində öz iradəmizi ona təslim edirik. Osho da bu ehtiyacın üzərində yüksəldi. Onun özünü daha yüksəkdə görmək arzusu, Rolls-Royce kolleksiyaları və güc hərisliyi əslində çox təbii bir insan egosu idi. Amma problem o idi ki, minlərlə insan bu egonu ilahi bir iradə kimi qəbul etdi. Osho hadisəsi bizə bir şeyi öyrətdi. Mənəviyyat axtarışı nə qədər nəcib olsa da, bir insana, bir ideologiyaya kör-körənə bağlanmaq həmişə təhlükəlidir. Oshonun dediyi kimi, bəlkə də həyat bir sirdir, amma bu sirrin cavabı heç vaxt bir insanın əllərində deyil, hər birimizin daxilindədir. Bugün onun statuslarda paylaşılan nurani simasına baxarkən bir şeyi unutmayın. Ən böyük müqəddəslik insanın öz ağlına və azad iradəsinə sahib çıxmasıdır. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.